Əziz dostlar, bugün sizə preposition, yəni söz önlərinin zaman mənasını izah eləyəcəm. İngilis dilində zaman mənasında biz daha çox at, on və in söz önlərindən istifadə edirik. Bunun daha yadda qalan olması üçün bir piramida təsəvvür eləyək və həmin piramidanı 3 hissəyə bölək. Ən kiçik, orta və ən böyük hissəsi. Buna uyğun olaraq zamanları da 3 hissəyə bölək. Yəni ən kiçik zaman ekvivalenti saatlar, daha sonra günlər, sonra isə həm ay, həm də illər gəlir. Və bu piramidaya uyğun olaraq gördüyümüz kimi ən kiçik zaman ekvivalentimiz olan saatları piramidanın ən kiçik hissəsinə yerləşdirmişik. Yəni bu o deməkdir ki, biz saatların önündə hər zaman at sözünü istifadə edirik. Məsələn, at 7 o'clock, at 5 am və s. Gördüyümüz kimi piramidanın orta hissəsində günləri yerləşdirmişik. Bu o deməkdir ki, günlərin önündə biz hər zaman 10 sözündən istifadə edəcəyik. Burada həm həftənin günləri, həm ayın hansısa bir günü və yaxud ad günümüz və yaxud hansısa özəl bir gündən söhbət gedə bilər. Məsələn, on Monday birinci gün, on 5 May mayın 5-i, on my birthday mənim ad günümdə və s. Son olaraq piramidamızın ən böyük hissəsinə biz in sözünü yerləşdirmişik. Bu o deməkdir ki, ən böyük zaman ekvivalenti olan ayların, həm də illərin önündə biz in sözündən istifadə edəcəyik. Məsələn, in May, in August, in December, in 2026, in 1995 və s. Dostlar, sonda onu bildirim ki, sizi maraqlandıran hansısa bir qrammatik mövzu varsa, onu ürəklərdə bildirin, növbəti videolarda o haqqda danışaq.